Salam hər kəsə, mənim adım Damladır. Mənim Study with me videoma xoş gəldiniz. Bu günləri mən noun mövzusuna aid bir dənə 30 suallıq, bir dənə isə 20 suallıq sınaq işləyəcəm. Hər kəsə müvəffəqiyyətlər arzu edirəm və gəlin başlayaq. Bismillahirrahmanirrahim deyərək başlasaq, məncə daha yaxşı olar. Bu testi bitirdim. Fariz Şırdı kimdi? Bitirmişəm. Bu sual idi. Çətin değildi. Söz ehtiyatıdır. Bilmirəm bunu. Bir də burada 2 dənə sual yarandı. Sualları rəy bölməsində yazacağım. Kim tapsa izahını verər. Bu sual, bir də ki bu sual. Kim bilsə izahını da yazarsınız, cavabları da yazarsınız. Mən həmçinin öz cavablarını da yazacağım sizə. Testi bitirdim. Koyuram qırağa. Burada 50 dənə sual var idi. Videoda tezləşdirmişəm, amma mən bunların hamısını 24 dəqiqəyə işləmişəm 50 dənə testi. Məncə yaxşı nəticədir. Yəni vaxta görə. Nəticəni elə bilmirəm. Çünki cavabları yoxdur. ChatGPT yoxlayar və mən nəticələrimi buralara arası yazaram ki, siz də biləsiniz. 50 dənə sualdan ümumi neçə? Ümid edirəm mənimlə dərs etmək sizə maraqlı oldu. Allah qoysa tez-tez belə videolar çəkərəm. İngilis dili test işləyən yerdə, dim işləyən yerdə belə böyük videolar, Study with me falan. Hər kəsə müvəffəqiyyətlər arzu edirəm. Sağ olun, salamat qalın.